27 sentyabr canını vətən uğrunda fəda edən şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın ifadəsidir. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan daim beynəlxalq hüquqa sadiq qaldı. Məsələni sülh yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistanın təxribatları, beynəlxalq təşkilatların ikili standartlara əsaslanan münasibətləri və 2020-ci il sentyabrın 27-sində törədilən növbəti hərbi hücum müharibəni qaçılmaz etdi. 2020-ci il 27 sentyabrda Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçdi. Azərbaycan ordusunun 44 günlük şanlı yürüşü nəticəsində əzəli torpaqlarımız düşməndən azad edildi və Şuşanın azadlığı isə Azərbaycanın iradəsinin simvoluna çevrildi. Bütün işğaldan azad etdiyimiz kəndlərə Azərbaycan bayrağını dalğalandırırdıq. Bu bizim üçün qürur idi. Daha sonra əsas son məqam Şuşa şəhərində Azərbaycan bayrağının dalğalanması, Azərbaycan bayrağının Şuşa şəhərində icra hakimiyyəti binasının başında dalğalanması və o tarixi anlara birbaşa şahidlik eləməyimiz mənim üçün bir qürur idi. Müharibə bizə birliyin, həmrəyliyin nə qədər önəmli olduğunu bildirdi. Məhz bu döyüşlərdə canını fəda edən, vətənimizin azadlığı uğrunda qanları ilə, canları ilə torpağı suvaran şəhidlərimizin qarşısında hər birimiz borcluyuq. Vətən müharibəsi, şəhidlərimiz, ərazi bütövlüyü uğrunda canını qurban verənlərimiz bizim ant yerimizdir. Biz onlarla qürur duyuruq. Qazanılmış hərbi qələbə siyasi müstəvidə də davam etdirildi və nəticədə Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz geri qaytarıldı. Torpaqlarımızın 30 illik işğalına son qoyan vətən müharibəsi xalqımızın vətənə, ədalətə və şərəfli keçmişinə olan sədaqətinin təntənəsinə çevrildi. Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi bu müharibə təkcə ərazilərimizin azadlığı deyil, xalqımızın milli kimliyinin, ləyaqətinin dirsəlişi oldu. Azərbaycan xalqı öldü var, döndü yoxdur şüarı ilə öz ordusunun arxasında möhkəm dayandı və ona böyük güc verdi. Mən demişdim ki, onların qanı yerdə qalmayacaq. Qalmadı. Biz onların qanını aldıq. Mən demişdim ki, biz onların qisasını alacağıq döyüş meydanında. Belə də oldu. Və bu qələbəni bizə bəxş edən qəhrəman əskər zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilir. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. İgidliyi dastana çevrilən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Anım günü onların əziz xatirəsinə olan ehtiramın simvoludur. Prezident İlham Əliyevin sərəncamı ilə Anım günü hər il ölkə miqyasında qeyd olunur. Azərbaycan xalqı və dövləti vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini daim əziz tutur. Onları xüsusi ehtiramla yad edir. Qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Müharibə iştirakçılarına və şəhid ailələrinə qayğı, eləcə də zəfəri simvolizə edən abidələr bunun parlaq ifadəsidir. 44 günlük vətən müharibəsi ilə başlayan bu yol 2023-cü ilin 23 saatlıq antiterror tədbirləri ilə davam edərək Azərbaycan tarixində yeni bir mərhələ açdı. 27 sentyabr məhz bu baxımdan illərlə çəkilən həsrətin sonunu, işğal altındakı torpaqlara qayıdışınsa başlanğıcını simvolizə edir. Bugün Qarabağa və Şərqi Zəngəzura həyat yenidən qayıdıb. İşğaldan azad olunan rayon və kəndlərimiz bərpa olunub, soydaşlarımız öz doğma yurt yerlərinə qürurla qayıdırlar. Azərbaycan ordusunun 2020-ci ildə həyata keçirdiyi əməliyyatlar Azərbaycan ərazisində, torpaqlarımızda suverenliyimizin yenidən təmin edilməsinə, Azərbaycanın bütün hər bir ərazisində Azərbaycan konstitusiya hüquqlarının, konstitusiyon qanunlarının tətbiq edilməsinə gətirib çıxarmışdır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan döyüş meydanında qazandığı qələbəni beynəlxalq səviyyədə diplomatik uğurlara çevirə bilib. Hərbi qələbələrimiz regionda sülhə və əməkdaşlığa aparan yeni yolların açılmasına zəmin yaradır. Ölkəmiz bölgədə sülhün və sabitliyin təşəbbüskarı kimi çıxış edir. Yeni kommunikasiya xətlərinin və əməkdaşlıq platformalarının açılmasında maraqlıdır. Azərbaycanın təşəbbüskarı olduğu bu yeni reallıq yalnız güclə deyil, ölkə liderinin uzaqgörən siyasəti və sarsılmaz iradəsi ilə formalaşıb.